Bir qardaş var, bankda işləmək istəyir. O bankda işləsə aldığı gəlir halaldırmı? Yox. Bankda heç bir iş halda işləmək olmaz. Ümumiyyətlə, yəni bankla aid olan nə işlər varsa uzaq durun qardaşlar. O işlərdə heç birində xeyir yoxdur. Bank hilədir. İnsanların pullarını mənimsəmək üçün, insanların mallarını əllərinə almaq üçün şeytanın qurduğu bir idarədir. Nə qədər insanlar görmüşük ki, maşınından da məhrum olub, evindən də məhrum olub, gəlib əlindən də alıblar. Vallahi nə qədər olur. Buna görə də qarğış, lənət, bəddua. Ona görə də vallahi mən bir dənə şeyə fikir vermişəm ki, bankda işləyənlərə bir daha baxın, cavan uşaqlardan, onun saçları qapalıdır. Əksəriyyəti elədir. Çünki haramın içindədir, Allah qadan edib, əssalam. Heç bir halda orada xeyir yoxdur. Hətta o, indi o bir kartlar çıxıb, belə balaca. İçinə pul yatızdırırsan, məsələn 300 manat olur, sənə verir. Deyir, yavaş ödəyərsin, 6 aydan sonra başla ödəməyə. Vallahi ki, mən özüm şahidiyəm ki, o 300 manatlıq kartı götürüb 1200 manat borcu olanlar var. 300 manat götürmüşdür ki, xərcləyəcək, sonra yavaş ödəyəcək. Və elələri də yazır ki, mən arxayınla baxım, mən ödəyə biləcəm, mən filan qədər maaşım var, 1500 maaş alaram. Nədir ki, o mənim üçün? Vallahi ki, üstünə bir ay kesib işdən çıxardılanlar olur. Sən hardan üzvü arxayınsan ki, mən işləyəcəm, mən ödəyəcəm. Allah sənə deyib, haramda uzaq dur da.